Taleyin qəribə oyunları var. Bu oyunda kimi udur, kimi uduzur. Kimi qalib, kimi məğlub olur. Ancaq qalibiyyətliyimizin elə ali zirvəsi var ki, o zirvəyə hər igid ucala bilmir. Bu şəhidlik zirvəsidir. Bəlkə elə ona görədir ki, cənnətə gedən ən qısa yol şəhidlikdən başlayır. Özümə bir borc bildim ki, bugün Sumqayıtdan olan şəhidimizi ziyarətə gəlim. Yəni, mənim üçün çox ağırdır. Əlbəttə ki, bütün Azərbaycan anaları üçün, bacıları üçün bu çox ağırdır, ağır dərddir. Bugün burada olmaq çox ağırdır. Artıq 20 ildən çoxdur. 20 ildən çoxdur torpaqlarımız düşmən işğalı altındadır və cavan-cavan, çox layiqli, dəyərli Azərbaycan oğlanları torpaqlarımız uğrunda şəhid olur. Əslində qalsa, yəni bax, bugünkü gündə heç kimin ürəyi açılmır. Hamımız burada çox kövrəlmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çünki onlar heç bir zaman ölməyəcəklər, həmişə qəlbimizdə yaşayacaq. Amma nə deyə bilərəm, mən danışa bilmirəm. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Bu zirvəyə, şəhidlik zirvəsi elə bir zirvədir ki, o zirvəyə çıxmaq hər kəsin işi deyil. Şəhidlər ölmür. Öz ölümsüzlüyünə imza atırlar. Bugünkü qəhrəmanım kimi. Bilmirəm, qəhrəmanımın hansı qəhrəmanlığından danışım. 6 ay, cəmi 6 ay öz isti yuvasından